Salam, bugün mən proqramlaşdırmaya yeni başlayan biriləri üçün bir alqoritmik məsələyə 3 üsulla yanaşma tərzini çox sadə bir məsələ üzərində izah etməyə çalışacağam. Bu üsullarımız hansılardır, necə istifadə olunur və nümunələrini göstərəcəm. Məqsəd bir məsələyə fərqli üsullarla yanaşmanı izah etmək və məntiqlərini anlamaqdır. İlk olaraq bu üsullarımız hansılardır? Pseudokod, flowchart və kod sintaksisi. Təbii ki, kod sintaksisində sizin istifadə etdiyiniz proqramlaşma dili olur. Pseudokodlarımız nələrdir? Pseudokod hər əməliyyatı sadəcə bir cümlə ilə yazırıq. Bu kod, bura bizə kodu keçməzdən əvvəl düşünmə proseslərini aydın şəkildə görməyə kömək edən bir hissədir. Yəni, bunun üstünlükləri odur ki, bunu hər kəs başa düşə bilər. Yəni, proqramlaşdırmada anlayışı olmayan biri də bu pseudokodlar vasitəsilə alqoritmanın addımını və məntiqini anlaya və tətbiq edə bilər. Pseudokodlarımız üçün bir neçə komandlar var. Bunlar hansılardır? Begin. Burada start da ola bilər. Fərqləri odur ki, begin daha çox akademik, start isə düzü olaraq istifadə olunur. Universitetdə məsələn biz begin yazırdıq. Daha sonra istifadə oluna bilir bizim ekranda dəyərləri yazdırmağımız üçün, oxumağımız üçün, istifadəçidən dəyərləri almaq və nəticə vermək üçün. Həmçinin şərt istifadə edirik, loop istifadə edirik. Şərtimizi və loopumuzu sonlandırmaq və s. Flowchartlar isə bizə əməliyyatlarımızı fiqurlar ilə qurmağa icazə verir. Proseslərin ardıcıllığını biz oxlarla burada işarələyirik. Bu flowchartın üstünlüyü odur ki, biz çox mürəkkəb bir məsələlərdə bu problemlərin ardıcıllığının necə həll edə bilərsə, onun ardıcıllığını çox asan şəkildə göstərir. Burada bir neçə fiqurlar var. Ən çox istifadə olunanları qeyd edək. Məsəl üçün, biz başlatmaq üçün avaldan istifadə edirik. Bu proqramın başlanması və bitməsini göstərir. Yəni, burada start və end burada yazılır. Ən çox istifadə olunan düzbucaqlı rectangle-da biz istifadə edirik proseslər üçün. Proseslər üçün dediyimiz nədir? Hər hansı bir əməliyyat tətbiq edə bilərik burada. Yəni, məsələn, x bərabərdir a plus b olsun, yaxud da dəyərin özünü increment etmək olsun, decrement etmək olsun, post predecrementlər olsun, fərqi yoxdur. Yaxud da bir dəyişkənə dəyər təyin etmək olsun və s. Bunların hamısını burada qeyd edirik proseslərimizdə. Paralelogramda biz input və output dəyərlərimizi yazırıq. Həmçinin məsəl üçün hər hansısa bir bir dəyəri oxumaq üçün burada istifadə edirik. Yaxud da bir mesajımızı göstərmək üçün istifadə edə bilərik. Bundan yanaşı biz şərt üçün rounddan istifadə edirik. Yəni daha çox istifadə olunanlar bunlardır, amma istifadə etdikcə, məsələn, loopu, şərti necə istifadə etmək lazımdır, onları göstərəcəm. Məsəl üçün, oxlar vasitəsilə biz proqramımızın ardıcıllığını göstəririk. Həmçinin bunun şərt verdiyimizdə və hə və yox tərəflərini göstərə bilirik. Məsələn, əgər hədirsə, təzədən başqa bir proses göstərə bilərik, yoxdursa, tamam başqa bir şərt verə bilərik. Yəni, onu yaxud da nəsə bir çap eləyə bilərik paralelogram vasitəsilə. Bu cür biz diaqramlarımızı bu cür istifadə edirik. Və bir də kod hissəsi var. Hansı ki, burada biz sintaksisimizi yazaraq bir məsələmizi real formada göstərə bilirik. Yəni, burada biz istifadəçiyə biz input daxil etməsini tələb edirik və outputu ekranda göstəririk. Üstünlüyü odur ki, real olaraq həm konsepti görürük, həm kodu görürük, həm də nəticəni görürük. Ancaq hər üçü lazımdır. Çünki pseudokodlar bizə düşünməyə, flowchartlar ardıcıllığa, kod isə real tətbiq etmək üçün lazım olur. Sadə bir nümunəyə baxaq və onun üzərinə keçməyə çalışaq. Məsələn, bizdən 3 ədəd daxil etmək və onların ədəd ortasını tapan bir proqram yazmamızı istəyir. Əvvəlcə bu məsələni pseudokodlar vasitəsilə yazmağa çalışaq. Dediyimiz kimi birinci begin və endimizi yazırıq. Daha sonra bizə lazım olan nələr var? Bizdə giriş hissədə 3 ədəd daxil etməyimizi istəyir. Yəni, biz input olaraq M1, hesablama olaraq bizdən istəyir onların funksiya, yəni bunu istifadə etmək. Və təbii ki, ədəd ortasını tapırıq. Bu oldu bunun hesab hissə və nəticə olaraq da biz ekrana nəticəni veririk. Bu hissə olur pseudokod. Pseudokodlar, yəni ümumiyyətlə bu məsələ indi xırda məsələdir, amma böyük məsələlərdə biz onu hissələrə bölürük, daha oxunaqlı və anlaşılan edirik. Daha sonra böldüyümüz hissələri biz tətbiq edirik. Məsələn, giriş hissə, hesab hissə və nəticə hissəsi. Bura mən nəticəni də yazıram. Nəticə hissəsini burada qeyd edirik. İndi biz bunu flowchart vasitəsilə göstərməyə çalışırıq. Yəni, bunu proqramlaşdırma anlayışı, kod anlayışı olmayan biri də rahat məntiq inkişafını inkişaf etdirmək üçün istifadə edə bilər. Flowchartlar vasitəsilə indi onu qeyd edək.
biz başlanğıcımızı eləyirik, yazırıq, qeyd edirik buradan. Daha sonra biz parallelogram vasitəsilə istifadəçidən 3 input dəyəri daxil etməsini istəyirik. Bunu 3 dənə fərqli parallelogram içində də yaza bilərsiniz. 3 dənə parallelogram da qoya bilərsiniz. Bu formada da yaza bilərsiniz. Yəni bu sizin öz rahatlığınızdan asılı olan bir şey, öz seçiminizdən asılıdır. Yəni sizə necə rahat gəlirsə, amma daha oxunaqlı edə bilməyiniz üçün daha çox yaza bilərsiniz. Məsələn, burada biz prosesimizi qeyd edirik. M1 plus N2 plus N3. Məsələn, siz burada average başqa bir düzbucaqlığın da içində yaza bilərsiniz. Ya da hər birini eyni düzbucaqlığın da içində yaza bilərsiniz. Bu sizin alqoritminizin necə oxunaqlı olmasından asılıdır. Və bunu burada yazandan sonra mən yenə paralleogramla istifadə edirəm. Çünki mən ekranda dəyərimi görmək istəyirəm. Yenə arıcıllığımı qeyd edirəm və təbii ki, burada da mən yenə də sonlandırıram. Bunu verdim. Bu formada da biz flowchartımızı qururuq. Qeyd etdiyim kimi dəyərlərimizin input, output, read, display, print olan hissələrini biz parallelogramda yazırıq. Proseslərimiz, yəni hesablanma işlərimiz düzbucaqlıda yazılır. Başlanma və son ovalda yazılır. Şərtlərimiz promptda yazılır. Həmçinin for döngüsü üçün, while döngüsü üçün də biz bundan istifadə edirik. Mən növbəti məsələlərdə onları da göstərəcəm. Yazdığımız bu alqoritmanı indi kod sintaksinə çevirməyə çalışaq. İlk öncə gəlirik bura və birinci sadə bir versiyada göstərəcəm. Hansı ki, bu səliqəli olmayan bir versiyadır. Sadəcə kodun işlənməsini görmək üçün. Məsələn, 3 ədəd daxil edirik deyə bir mesaj verək. Daha sonra biz istifadəçidən həmin ədədləri almağa çalışaq. Mən biraz səliqəsiz yazacağım ki, tezsiz olsun. Və başlayırıq birinci dəyərlərimizi yazmağa. Deməli, bu hissəni yazırıq birinci. Yəni, bu istifadəçidən istədiyimiz hissədir. Burada niyə console readline yazdım? Çünki mən istifadəçidən alacağım bunu. Təbii ki, bunu özümdə bu formada yaza bilərəm. Amma mən istəyirəm ki, istifadəçi daxil eləsin bunu. Ona görə də onu istifadəçidən alacağım. Nə üçün bunu string formasında yazdım? Çünki int parse bizdə burada istifadə olunanda o deməkdir ki, yəni biz ona string dəyər verməliyik, onu convert eləməliyik integerə. Və həmçinin mən bunu kopyalayacağım, vaxtımız çox getməsin deyə. Hətta burada mən warning-i null olması üçün warning verir. Bunu da söndürürəm və bunları kopyası edəcəm ki, daha tez olsun. Bu bizim bu hissəmizdir. Keçirik proses hissəsinə. Bizdən ortalamasını tapmamızı istəyir. Daha sonra ekrana print veririk. Bu isə bizim print hissəmizdir. Proyektimizi çalışdırırıq proqramımıza. Run edək. Verilən 3 ədədi daxil edək. Bu bizə bunu 4 formasında verir. Yəni tam formada verir. Bunu yuvarlaqlaşdırıb bizə verir. Amma biz onu yuvarlaqlaşdırılmadan özünün əsl dəyərini görmək üçün dəyərimizi float olaraq göstəririk. Çünki və 3.0-a bölürük ki, o bizə yuvarlaqlaşdırılmadan float formatında versin. Yəni, baxaq görək eyni rəqəmlərlə və bu formada çıxır. Burada görürsünüz ki, yəni bu proqram bu formata uyğun işləyir. Ancaq bu biraz səliqəsiz formasıdır. Yəni bunu daha səliqəli etmək olur. Məsəl üçün, burada görürsünüz hər dəfə biz bunu int parse olaraq yazmışıq. Amma bunu biz bölürük hissələrə və yəni ki, funksiyalara ayırırıq. Məsəl üçün, bunu buradan silirəm. Bir dənə funksiya yazıram. Məsələn, adı olsun. Read value olsun. Bunu buradan yazmaraq. Bunu biz götürürük. Bir dənə burada statik bir funksiya yaradıram. Və həmin bunu yazıram buradan. Və geriyə return edirəm. Niyə int yazdım? Çünki mənə int dəyər qayıtmalıdır burada. Hətta bunu buradan götürürəm, atıram bura. Bunu da kommentariya alın, fərqi görək deyə. Burada mən
string message yazıram və artıq eyni şeyləri burada da tətbiq edirəm. Yenə dediyim kimi kommentariya alıram ki, fərqini görək. Və hər dəfədə bunu bu cür görək. Yəni hər dəfə onu konsolu və bunu buraya yazmaq yerinə biz artıq konsolları buradan sildik. Və sadəcə bizim gördüyünüz kimi metod funksiyamız yəni işləyir. Bu bizim birincisi. Mən indi o mesajı da burada göstərirəm. Console write line-a həmin mesajı da verirəm. Daha sonra mən bir dənə də funksiya yaradıram. Bu funksiya nə üçündür? Bunu buradan yazmaq yerinə mən bir dənə calculator deyə bir funksiya yaradıram. Və burada istifadə olunanı bura. Kommentariya alın. Gözümüzün qabağında dursun. Bunu yazıram bu formada. Dəyərlər necə gələcək? Bu dəyərlərimiz burada göndəririk. Bura fərqli bir şeydir. Yəni burada oranla eyni olmaq məcburiyyətində deyil. Ona görə ABC olaraq yazdım ki, bu funksiyada fərqli dəyişkən adı təyin edə bilərsən. Evet, deyirəm, sum bölünsün. Yine 3.0 yazıram. Bu 3.0 olduğu üçün bizim dəyişkənimizin tipi də dəyişməlidir. Çünki artıq integer yox float formatında gedir. Və mən burada onu göstərə bilməyim üçün yenə nə üçün yazdım? Çünki dəyişkənimizin tipi double olduğu üçün burada da o formada yazmalıyıq. Yenə proyektimizi run edirəm. Bu daha səliqəli formada yazılışıdır. Təbii ki, yəni bayaqki formadansa bu cür yazmaq daha səliqəli olur. Ancaq biz bunu da hətta optimallaşdıra bilirik. Məsəl üçün bunu 3 dəfə burada belə yazmaq yerinə biz array təyin edə bilərik. Numbers deyək bunun adına. Bərabər olsun new int. Və həmin numbers'ın birincisinə başlayıram dəyərlərimi təyin etməyə. Yəni bunu artıq 3 dəfə burada yazmıram. Bir dəfə burada yazacağım, 3 dəfə loop eləyəcək burada da. Yəni bu. Çünki arraylər indeksi sıfırdan başladığı üçün bu cür 3 dəfə döngə eləyəcək burada. Və hətta bunun birinci ədədini də buradan silirəm. Yine string interpolation'dan istifadə edirəm. Bundan nə üçün istifadə edirəm? Çünki string interpolation bizi icazə verir ki, çöldəki dəyəri mesajımızın içində oxuda bilək. Bu formada yazıram. Və təbii ki, bunu biz indi burada da göndərməliyik. Kalkulatorumuzun içində biz bunu numbers olaraq göndəririk. Burada isə biz deyirik ki, yəni buna array gələcək. Bu formada yazılır. Bunu silək. Və proyektimizi run edək. Gördüğünüz gibi yine eyni nəticəni alırıq. Yəni daha optimallaşdırılmış versiyaları da təbii ki var. Yəni bir məsələyə ümumiyyətlə birdən çox həll üsulu var, birdən çox yanaşma tərzi var və daha zəifi və daha sürətlisi var işləmə sürətinə görə. Bu daha səliqəli olan versiyasıdır. Yəni biz ilk başda yazdığımız versiya ilə bu çox fərqlənir.